Salam, hörmətli tamaşaçılar. Xəzər xəbərin saat 18-i olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike Freyverqanı və İsmail Serəgəldini, keçmiş dövlət və hökumət başçılarını mərkəzin idarə heyətinin üzvlərini qəbul edib. Qonaqlar ilk növbədə COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibəti ilə dövlət başçısına təbriklərini çatdırıblar. Onlar iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğulayıblar. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvlərinə COP29-da fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 16-dan artıq müxtəlif panelin təşkil edildiyini, həmçinin mərkəzin ayrıca pavilyonunun fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı bütün bunların COP gündəliyinin irəli aparılması işinə töhfə verdiyini deyib. Vayra Vike Freyverqan və İsmail Serəgəldin qeyd etdilər ki, mərkəz Böyük Azərbaycan şairi Nizaminin məhz humanizm prinsiplərinə, ideyalarına və fəlsəfəsinə əsaslanaraq dünya miqyasında humanizmin təşviqinə öz töhfəsini verir. Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirak edəcəyini bildirən İsmail Serəgəldin tədbirdə qlobal aktual problemlərə, bu xüsusda çox tərəfli diplomatiya və çox qütblü dünya, BMT-nin gələcək üçün paktı, yeni dünya düzəninin formalaşdırılması, orta güclər və onların yeni dünya düzənində rolu, post-münaqişə dövründə bərpa quruculuq işləri və bu kimi digər vacib mövzulara həsr edilən panel və müzakirələrin keçiriləcəyini bildirib. Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, bu çərçivədə də ölkəmizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT institutları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Miguel Ángel Moratinosu qəbul edib. Ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycanın Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxunub. Ölkəmizin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib, təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bildirib. Alyansın gündəliyində duran məsələlərin Azərbaycanın siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev, ölkəmizin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğulayıb. Bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxunub. Söhbət zamanı İslamofobiyanın bugün dünyanı narahat edən vacib mövzulardan biri olduğunu qeyd edilərək, bu xüsusda ölkəmizlə Alyans arasında əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb. Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Tatyana Valovaya COP29-un ölkəmizdə uğurlu təşkilinə və iqlim gündəliyi ilə əlaqədar qəbul olunmuş vacib qərarlara görə dövlət başçısına təbriklərini çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev BMT-nin ixtisaslaşmış aidiyyəti təşkilatlarının, o cümlədən Cenevrədəki ofisinin rəhbərliyinin də COP29-da fəal təmsil olunmasını və Azərbaycanla əməkdaşlığını məmnunluqla vurğulayıb. Görüşdə Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə BMT-nin Cenevrədəki ofisinin rəhbərliyinin və ixtisaslaşmış strukturlarının nümayəndələrinin deməli iştirakının vacibliyi qeyd olunub. Söhbət zamanı BMT-nin müəyyənləşdirdiyi dayanıqlı inkişaf məqsədləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın bu məqsədlərin həyata keçirilməsi istiqamətində sosial, iqtisadi və digər sahələrdə yaxşı nəticələr əldə edildiyi vurğulanıb. Həmçinin ölkəmizin milli səviyyədə də dayanıqlı inkişaf məqsədlərini maliyyələşdirdiyi, müəyyənləşdirdiyi bildirilib və bunun da nümunəvi xarakter daşıdığı qeyd olunub.
Xəzər xəbəri izləyirsiniz. 400-ədək qonağın iştirak edəcəyi 12-ci Qlobal Bakı forumunda dünya üçün əhəmiyyətli məsələlərin müzakirəsi nəzərdə tutulur. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Saragəldin bugünkü mətbuat konfransında deyib. O bildirib ki, deməli, forumda 50-dən çox ölkədən ekspertlər iştirak edəcək. İsmail Saragəldin onu da qeyd edib ki, tez-tez dəyişən beynəlxalq situasiya qarşıdakı müzakirələrə əlavə əhəmiyyət verir. Qeyd edək ki, forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi devizə altında təşkil olunacaq. Tədbirdə geosiyasi dəyişikliklər, çoxtərəflilik, qlobal səhiyyə böhranı, dünyanın bərpası və regional sabitlik, COP29 və digər əsas qlobal problemlər müzakirə olunacaq. Bu ilki forum xüsusilə əhəmiyyətli olacaq. Çünki dünya geniş miqyaslı dəyişiklik ilə üzləşib. 12-ci Bakı Qlobal Forumu dünyanın aparıcı liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və alimlərini açıq məzmunlu diskussiyalar üçün bir araya gətirən mühüm hadisə olacaq. Açıq, səmimi təcrübəyə və analitik nəticələrə yönəlmək lazımdır. Qarşıdakı 3 gün müzakirələr auditoriyadan təcrübə, fikirlər və ideyalar əldə etmək üçün açıq və səmimi olacaq. Bu il müstəsnadır. Çünki beynəlxalq münasibətlər ciddi dəyişikliyə məruz qalıb. Son bir neçə ay ərzində Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən qəbul edilmiş bir sıra qərarlar onlara təsir edib. Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim məşq uçuşları keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb. Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim məşq uçuşlarının planına uyğun olaraq helikopterlərə havaya qalxma və ya yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarının yerinə yetiriblər. Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədi ilə keçirilən təlim məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər. Azərbaycanda 3 və daha artıq uşaqlı ailələrin sayı getdikcə azalır. Bunu Milli Məclisdə Ailə, Qadın və Uşaq Hüquqları, Konstitusiyon hüquqların əsas prioriteti kimi mövzusunda keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Şöbə müdiri bildirib ki, doğulan uşaqların 15%-dən çoxu nikahdan kənar doğulub. Konstitusiyada da var ki, dövlət çoxuşaqlı ailələrə dəstək göstərir. Bugün ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox uşaq olması nəzərdə tutulur. Eləcə də qohum nikahları ciddi problemə çevrilir. Biz gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarları gözdən keçirməliyik, deyə o vurğulayıb. Gəlməməsinə əsas gətirirlər 70% boşanma prosesi ilə bağlı ki, boşanmaların təşəbbüskarları 70% qadınlardır. Nədir bunun səbəbi? Yəni burada da həqiqətən məişət zorakılıq faktoru da var. Xasiyyətin uyğun gəlməməsinə əsas gətirirlər 70% boşanma proseslərində. Amma burada görünür ki, daha dərin səbəblər var ki, həqiqətən bu sahədə də biz hal-hazırda Hüquqi Ekspertiza Mərkəzindən birlikdə ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlamışıq. Düşünürəm ki, yaxın vaxtlarda o paket də Milli Məclisə təqdim olunacaqdır. Fəaliyyətə başlamasının 10 ili tamam olan Bərdə Regional Asan Xidmət Mərkəzinə bu müddət ərzində 3 milyondan çox müraciət edilib. Bununla bağlı Statistika Regional Asan Xidmət Mərkəzində təşkil olunan media turda açıqlanıb. Qeyd olunub ki, Bərdə Regional Asan Xidmət Mərkəzi 2015-ci il martın 29-da fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay,
Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir. Belə sağlansız xəbərlərini təqdim ediyor hörmətli tamaşaçılar. Yenidən görüşmək ümidi ilə salamat qalın.